İran, İsrail və Azərbaycan üçbucağı Cənubi Qafqaz regionunda siyasi proseslərin formalaşmasında mühüm rol oynayır. Son zamanlar bu üç ölkə arasında baş verən diplomatik görüşlər və hərbi siyasi gərginliklər regionun strateji əhəmiyyətini daha da artırır. İran prezidenti Məsud Pezeşkiyanın yaxın keçmişdə Bakıya etdiyi səfər, İsrail baş naziri Benyamin Netanyahunun planlaşdırılan səfəri və İran-İsrail gərginliyinin artdığı bir vaxtda Azərbaycanın xarici siyasətdəki balanslı mövqeyi maraq doğurur. Bu mürəkkəb münasibətlər və arxa planda baş verən hadisələr bir sıra sualların yaranmasına səbəb olub. Bu videoda mövzunu daha dərindən analiz edərək İran prezidentinin Bakı səfərinin pərdəarxası məqamlarını, Azərbaycanın mümkün İran-İsrail müharibəsindəki mövqeyini və İsrailin Azərbaycanla bağlı strateji planlarını ətraflı şəkildə müzakirə edəcəyik. İran prezidentinin Bakı səfərinin pərdəarxası məqamları nələrdir? İran prezidenti Məsud Pezeşkiyanın Bakı səfəri yalnız diplomatik əlaqələrin inkişaf etdirilməsi ilə məhdudlaşmır. Bu səfərin arxa planında bir neçə strateji və siyasi motiv dayanır. İlk növbədə İranın regionda artan təcrid vəziyyətindən çıxmaq üçün Azərbaycana yaxınlaşması diqqət çəkir. İran nüvə danışıqlarında ABŞ və Avropa ölkələri ilə ciddi fikir ayrılıqları yaşayır və yaxın şərqdəki mövcud siyasi mənzərədə beynəlxalq dəstək qazanmağa çalışır. Belə bir məqamda Azərbaycanla münasibətlərin gücləndirilməsi Tehran üçün həm regional təcriddən çıxış, həm də iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir. Digər bir pərdəarxası məqam isə İranın Azərbaycanın İsrail ilə artan yaxınlaşmasını tarazlaşdırmaq məqsədidir. Azərbaycan və İsrail arasında enerji və müdafiə sahələrində əməkdaşlıq İran üçün narahatlıq doğurur. Tehran bu əlaqələrin genişlənməsinin qarşısını almaq və ya ən azından bu münasibətlərin dərinləşməsinə təsir etmək istəyir. Bu səbəbdən Pezeşkiyanın Bakı səfəri zamanı Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməsi İranın Azərbaycanla strateji yaxınlaşma cəhdlərini daha aydın şəkildə ortaya qoyur. Həmçinin səfərin mədəni aspekti də diqqət çəkir. Prezident Pezeşkiyanın Azərbaycan şairi Şəhriyarın şeirini səsləndirməsi təsadüfi deyil. Bu addım vasitəsilə İran Azərbaycanın daxili ictimai rəyində simpatiya yaratmağa və mədəni diplomatiya vasitəsilə iki ölkə arasında münasibətlərin gərginliyini azaltmağa çalışır. İran Azərbaycan ictimaiyyətinə və siyasi dairələrinə regional və tarixi mədəni əlaqələrin üstünlüyünü xatırladaraq münasibətlərdə emosional yaxınlaşma yaratmaq niyyətindədir. Dostlar, mənim adım Vüsaldır və populyar siyasət seriyasından olan videolarla dünya siyasətində yaşanan ən mühüm və maraqlı hadisələr barədə əsas xəbərləri sizə çatdırmağa çalışıram. Siyasət və siyasi tarixlə maraqlanırsınızsa, Telegram və Patreonda da bizi izləyə bilərsiniz. Patreon səhifəmizə ödənişli üzv olmaqla həm layihəmizə maddi dəstək ola, həm də eksklüziv materiallara çıxış əldə edəcəksiniz. Elə indi ekrandakı QR kodu oxudaraq və ya videonun aşağısındakı linkə klik edərək Patreon səhifəmizə keçid edə bilərsiniz. İsrailin Azərbaycanla bağlı planları nələrdir? İsrailin Azərbaycanla bağlı əsas planları enerji və müdafiə əməkdaşlığını daha da genişləndirmək üzərində qurulub. İsrail Azərbaycanın zəngin enerji ehtiyatlarından faydalanaraq enerji təhlükəsizliyini təmin etmək niyyətindədir. Bundan başqa İsrail Azərbaycanın strateji mövqeyindən istifadə edərək regionda İranın təsirini azaltmaq və onun nüvə proqramına qarşı kəşfiyyat və təhlükəsizlik tədbirlərini gücləndirmək istəyir. Müdafiə sahəsində isə İsrail Azərbaycanın hərbi potensialını artırmaq üçün müasir texnologiyaları təmin edir. Azərbaycanın İsraildən yüksək texnologiyalı hərbi avadanlıqlar və müdafiə sistemləri alması iki ölkə arasında münasibətlərin stratejiliyini artırır. İsrail Azərbaycanın hərbi imkanlarını gücləndirməklə həm də regionda təhlükəsizlik balansını təmin etməyə çalışır. İsrail həmçinin Azərbaycanın bölgədə İrana qarşı balanslaşdırıcı rola malik olduğunu yaxşı anlayır və bu rolu daha da gücləndirmək istəyir. İsrail Azərbaycanın İranla olan sərhədinə yaxın bölgələrdə kəşfiyyat və təhlükəsizlik fəaliyyətlərini genişləndirməkdə maraqlıdır. Qısaca, İsrailin Azərbaycanla bağlı planları həm iqtisadi, həm də təhlükəsizlik sahələrini əhatə edir və strateji tərəfdaşlıq əlaqələrini dərinləşdirmək istiqamətində inkişaf etdirilir. Azərbaycan müharibə olacağı təqdirdə İsrailə dəstək verəcəkmi? Azərbaycanın mümkün İran-İsrail müharibəsində İsrailə dəstək verib-verməyəcəyi məsələsi mürəkkəbdir. Bu senari reallaşacağı halda ciddi geosiyasi və diplomatik nəticələrə səbəb ola bilər. Azərbaycan xarici siyasətində uzun illərdən bəri balanslı və praqmatik bir mövqe tutmağa çalışır. İran və İsrail arasındakı potensial qarşıdurmada Azərbaycanın açıq şəkildə İsrailə hərbi dəstək verməsi ehtimalı çox azdır. Çünki Azərbaycan regionda sabitliyi qorumaqda maraqlıdır və müharibə vəziyyətində qonşu İranla açıq konfliktə girmək Azərbaycan üçün təhlükəli nəticələrə səbəb ola bilər. Digər tərəfdən Azərbaycanın İsraillə enerji və müdafiə sahəsində strateji tərəfdaşlığı var.
Bu münasibətlər çərçivəsində Azərbaycan İsrailə dolayısıyla dəstək göstərə bilər, lakin açıq hərbi dəstək çox aşağı ehtimaldır. Azərbaycan daha çox diplomatik və humanitar kanallarla prosesə müdaxilə edə bilər. Rəsmi Bakı regionda baş verə biləcək hər hansı bir hərbi qarşıdurmada tərəfsiz qalmağa və müharibənin diplomatik həll yollarını tapmaq üçün vasitəçilik etməyə çalışacaq. Azərbaycanın İsraillə münasibətləri həmişə Tehran tərəfindən diqqətlə izlənilir və açıq hərbi dəstək İranla münasibətlərin tamamilə pozulmasına gətirib çıxara bilər. Bu baxımdan Azərbaycan mümkün qarşıdurmada maksimum dərəcədə neytral qalmağa üstünlük verəcək və prosesə vasitəçilik etmək yolu ilə qoşulacaq. İran və İsrail arasında müharibə olacağı təqdirdə bu Azərbaycana necə təsir edəcək? İran və İsrail arasında potensial müharibənin Azərbaycana təsirləri çoxşaxəli ola bilər və hər biri ciddi nəticələr doğura bilər. Birinci və birbaşa təsir Azərbaycanın təhlükəsizliyinə yönəlmiş hərbi təhdidlərin artmasıdır. İranla sərhədi olan Azərbaycan İranın mümkün cavab tədbirləri səbəbilə ciddi təhlükəsizlik təhdidləri ilə üzləşə bilər. Regionda İranın təsirində olan qüvvələr və ya İranın rəsmi hərbi qüvvələri Azərbaycan ərazisini hədəf alan təxribatlara cəhd edə bilər. İkinci təsir iqtisadi sahədə özünü göstərəcək. Azərbaycan neft və qaz ixracında regionda sabitliyə çox bağlıdır və İran-İsrail müharibəsi enerji ixracı marşrutlarının və beynəlxalq bazarlarda enerji qiymətlərinin kəskin dəyişməsinə səbəb olacaq. Bu isə Azərbaycanın iqtisadi sabitliyinə ciddi təsir edə bilər. Digər tərəfdən belə bir konflikt Azərbaycanın strateji əhəmiyyətini daha da artıraraq beynəlxalq ictimaiyyətin diqqətini regiona cəlb edəcək. Bu isə həm müsbət, həm də mənfi nəticələr doğura bilər. Azərbaycan potensial vasitəçi rolunu oynamaq imkanına malikdir və bu, onun beynəlxalq nüfuzunu artıra bilər. Lakin eyni vaxtda ciddi diplomatik risklər də daşıyır. Qısaca deyə bilərik ki, Azərbaycanın qarşılaşa biləcəyi təsirlər mürəkkəb və müxtəlif ssenarilərdən ibarətdir. Dünya siyasəti ilə bağlı ən mühüm məsələlərdən xəbərdar olmaq və tarixdə yaşanan ən vacib siyasi hadisələrlə bağlı araşdırma materiallarımızı izləmək üçün YouTube və Telegram kanallarımıza abunə olun. Populyar Siyasət adlı Telegram kanalımızın linkini videonun aşağısında qeyd etmişik. Həmçinin bütün videolarımızın mətnlərini və səs yazılarını Patreon səhifəmizdə yerləşdiririk. Patreonda bizi izləməklə ekskluziv materiallara çıxış əldə edə biləcəyinizi unutmayın. Başqa mövzuda görüşəcəyik. Hələlik.